Xoş gördük. Aras Talks'a baxırsınız. İlk buraxılışımızla qarşınızdayıq. Bundan sonra Aras Talks'da pərakəndə ticarət sahəsindəki yeniliklərdən danışacağıq. Eyni zamanda satışdan mağaza idarəçiliyinə, müştəri təcrübəsindən kadr idarə etməsinə, innovasiyalara qədər bir çox maraqlı mövzuları elə burada müzakirə edəcəyik və bugün ilk buraxılışımızın da çox maraqlı bir mövzusu var. Pərakəndə ticarət sektorunda insan resurslarının strateji rolundan danışacağıq və qonağımız var. Qonağımız Aras Supermarketlər şəbəkəsinin idarə heyətinin üzvü, insan resursları və biznesi dəstək direktoru Pərviz Qasımovdur. Pərviz müəllim, xoş gəlmisiniz bir daha. Xoş gördük, təşəkkür edirəm. İlk buraxılışımızda da sizi görmək çox xoşdur bizim üçün. Xeyirli uğurlu olsun. Pərviz müəllim, dediyim kimi pərakəndə ticarət sektorunun müxtəlif sahələrindən danışacağıq və bu sektor olduqca dinamik bir sektordur. Eyni zamanda insan yönümlüdür və insan mərkəzlidir. Məhz belə bir sektorda insan resurslarının rolu, missiyası nədən ibarətdir? Gözəl sualdır. Deməli, insan resursları bir çox bizneslərdə əməliyyat kimi baxılır, amma son dövrlər artıq insan resursları yox, hətta insan kapitalı kimi formalaşmağa başlayıb düşüncələr və daha çox strateji yönü önə çəkilir. Amma bu yön FMCG-də, xüsusən də pərakəndə ticarət şəbəkəsində daha əvvəldə daha strateji idi. Niyə görə strateji idi? HR-ın böyük bir funksiyası insanları işə almaq, yetişdirmək, istedadları oradan çəkmək, inkişaf etdirmək, əldə saxlamaq idi. Yalnız əməliyyat funksiyası əmək haqqı və rəsmiləşdirmə əməliyyat tərəfi idi. Bu sektor ümumiyyətlə çox aktiv sektordur. Burada iş yaxını çox yüksək olan dünya ortalaması 60-66% Beynəlxalq Əmək Liqasının və yaxud Beynəlxalq Pərakəndəcilər Birliyinin açıqlamasına görə 60-66%. Ona görə bu sektorda işi giriş-çıxışı çoxdur. İstər-istəməz bu aktivlik, bu yüksək iş tempi insan resurslarını məcbur edici o strateji rol oynasın. Çünki burada strateji rol oynamasan insanları işə bağlamaq, onları əldə tutmaq, onları inkişaf etdirmək çox çətin olacaq. Ona görə də İstər Azərbaycanda olsun, istər qlobal bazarda olsun, biz şərqə də baxsaq, qərbə də baxsaq, insan resursları gün keçdikcə daha strateji önəm kəsb etməyə başlayır. Sektorun əsas problemi işçi dövriyyəsidirmi təkcə? Burada hansı çətinliklər var? Sektorun əsas problemi sırf insan resursları ilə bağlı. Əgər bu sektorda bir problem varsa, bu alət, avadanlıqdan və yaxud mexanizmlərdən qaynaqlanmır, insandan qaynaqlanır. Ona görə insan resursları burada strateji rol oynayır. Əsas problem burada nədir? İş yaxınıdır. Ona görə də insanları müəyyən bir mənaya, istiqamətə yönəltmək insan resurslarının üzərinə düşür ki, əla insan yetişdirin demişdi Konfutsu. İnsan resursları da bu sektorda insan yetişdirilməlidir və onlara daha çox gəlirə yönəltmək yox, daha çox karyera yüksəlişi ilə, karyera inkişafı ilə daha böyük gəlir əldə etmələrinə sövq etməkdir. Ən effektiv mexanizmlər nədir burada? Baxın, biz işə qəbullar mərkəz, müxtəlif işə qəbul mərkəzlərimiz var. Ümumiyyətlə, FMCG-də işə qəbul mərkəzləri var. Onlar ilk öncə insan axtararkən belə dırnaqçıq şəklində deyim, ac insan axtarırıq. Ac insan nədir? O deməkdir ki, maddi cəhətdən ac, öyrənməyə ac. Öyrənməyə ac insanları işə cəlb edəndə onların üzərində, onlar da inkişafa meyillidirlər. İnsan resursları da onların üzərində böyük əmək sərf edib, onları yetişdirir və bir nöqtəyə çatdırır. Burada həm mənəvi bağlılıq yaranır, həm də maddi bağlılıq yaranır. Çünki istər-istəməz insan inkişaf etdikcə özünə sərmayə qoyur. Bu da həm maddi baxımdan, həm də mənəvi baxımdan onların istəklərini təmin edir. Maslow'un ehtiyaclar piramidasında insanların əsas ehtiyacları birinci fizioloji ehtiyaclardır, ikinci təhlükəsizlikdir, üçüncü sosialdır, dördüncü statusdur. Biz burada insan resursları olaraq əməkdaşlarımıza, bu sektora cəlb etdiyimiz adamlara bu statusu veririk və bu status digər bizneslərdən, digər sektorlardan daha tez əldə edilir. Ona görə daha maraqlı olur. İnsan tapmaq çətindir. Amma yetişdirmək, mən belə düşünürəm ki, asandır. Bax, ac insanları axtarmaq deyirsiniz, inkişafa ac, öyrənməyə ac. Belə insanları biz harda axtarırıq və insan resurslarının həm də rolu burada dövrəyə girir ki, düzgün yerdə düzgün insanı tapmaq. Necə tapırıq? Müxtəlif kanallar vasitəsilə tapırıq. İstər sosial şəbəkələrdə elanlarımız gedir, istər əhalinin sıx toplaşdığı və yaxud marşrutların sıx olduğu yerlərdə, metro stansiyalarda tutmuş, avtobus dayanacaqlarından tutmuş,
elanlar vasitəsilə və yaxud universitetlərdə, əmək yarmarkalarında bizim ilkin mərhələdə heç bir təhsil tələbimiz yoxdur. Biz ancaq kim olursan ol, öyrənməyə ehtiyacın varsa, inkişafa ehtiyacın varsa bizə qoşul devizlə yola çıxırıq. Sizin həmişə maraqlı bir fikriniz var ki, uğur qazanmaq üçün 10.000 saat prinsipi var. Yəni ilk 10.000 saatı zəhmətlə, əzmdən işlədinsə, uğur səni tapacaq. Bəli, istənilən işin ustasına çevrilə bilər. Bu həkimlik də ola bilər, bu sənətkarlıq da ola bilər. İstənilən insan bir işi sevərsə, səbat, yəni orada səbir edərsə və 10.000 saat qanunu, bu da təxminən 3 il yarıma denk gəlir. Yəni bu periodu keçərsə səbirlə işini sevərək, o istedada və yaxud ustaya çevrilə bilər. Yəni iki şərt, iki qızıl qayda var da burada. Səbir və 10.000 Sevgi, saat. 3 dənə. Sevgi, səbir və 10.000 saat qanunu. Ondan sonra uğur sənindir. Uğur sənindir. Yəni mütləq işə sevgi olmalıdır. İnsan sevmədiyi bir yerdə, hətta biz istər McKinsey-ni araşdırmalar olsun, istər Ernst Young olsun, fərqli CHRM olsun, CIPD beynəlxalq belə deyim, insan resursları platformaların standartları olsun. SEDA-nın 3 dənə əsas komponenti var. Birinci komponent ability dediyimiz bilik, bacarıq, qabiliyyətdir. İkinci aspiration'dır, işindən zövq almadır. Üçüncü də engagementdir, yəni bağlılıqdır. Bağlılıq burada 10.000 saat qanunudur. Ability burada səbirdir. Bir də burada aspiration işindən zövq almadır. Yəni səbir, işindən zövq alacaqsan və 10.000 saat qanununa riayət et, o sahədə uğurlu olacaqsan. Belə bir məsələ var. Bu təkcə məncə pərakəndə ticarət sektorunun problemi deyil, ümumiyyətlə əmək bazarının problemidir ki, və biraz da paradoksal problemdir ki, iş axtaran da çoxdur, işçi axtaran da çoxdur. Hara baxırsan, məsələn, LinkedIn-i açırıq, insanlar iş axtarır, şirkətlər işçi axtarır, amma onlar bir-birlərini tapa bilmirlər. Nədir burada onların bir-birlərini tapa bilməməklərinin səbəbi? Problem burada əsasən onu göstərmək istəyirik ki, insanlar təhsil almadan belə rahat nəyisə çatmaq istəyirlər və yaxud təhsil alanlarımız belə diplom kifayət etmir, özünü inkişaf etdirmək lazımdır. İnsan ola bilər ki, təhsili yoxdur, amma özünü inkişaf etdirir. Onlar rahatlıqla iş tapa biləcəklər. İnsan var ki, oxuyub, istər bakalavr, istər magistr, amma özünü inkişaf elətdirmir. Özünü inkişaf elətdirməyən yeni iş tapa bilməyəcək. Biz o kütləyə əsas çıxmaq istəyirik ki, insan resursları olaraq onları cəlb etmək istəyirik. İstəyirik ki, bunlar daimi özlərinin üstündə işləyirlər və inkişafa yenə də can atırlar. Yəni, bu adamlar, bu insanlar mütləq müəyyən bir yaxşı yerlərə çata biləcəklər. Bunun üçün də işi mənalandırmaq lazımdır. İş mənalı olanda daha dəyərli olur. Dəyərli olanda da istər-istəməz insan da özünü dəyərli hiss edir və inkişaf etdirir. Bu gün cəmiyyətimizə baxanda bir çox gənclərimiz hələ tam həyat məqsədləri anlamaqda biraz geri qalırlar deməyim, biraz gecikirlər. Çünki həyat məqsədi anlayan işini mənalandırır, işini mənalandıran işinə bağlı olub və tez yüksəlir. İndi maraqlı bir məsələ var, gəncləri qeyd elədiniz. Biz indi hazırda artıq Z nəsli ilə demək olar ki, iş yoldaşıyıq, bir komandanın üzvüyük. Z nəsli artıq bizim sıralarımızdadır, çiyin-çiyinə çalışırıq, amma həm də biraz çətindir onlarla işləmək. Niyə? Və indi insan resursları hansı addımları atır ki, yeni gələn nəsillə həm ayaqlaşa bilək, həm də onların işdə effektivliyini artıraq və motivasiyasını həmişə yüksək saxlayaq? Bu qloballaşmanın gətirdiyi, qloballaşma nəticəsində xaricdə, yəni tək bizim ölkədə yox, xaricdə olan proseslərdə görür. İstər qərbdə, istər şərqdə olan proseslərdə görür. Daima qərb onlarda şəraitin daha yaxşı olduğunu, onlarda inkişafın daha yaxşı olduğunu media vasitəsilə bizim gənclərin beyninə pompalayır deyim. Bu istər sosial şəbəkələrdə ancaq bu debatlar, bu diskussiyalar gedir. Buna görə gənclərimiz çaşıb qalır. Bir tərəfdə qərbdəki rahat şəraiti, rahat inkişafı görür. Bir tərəfdə də dəyərlərini görür. Bizim dəyərlər şərqə məxsusdur və təmiz fərqlidir. Ona görə həyat məqsədini tapmaqda biraz çətinlik çəkirlər. Qərbmi, şərqmi, buramı, oramı fikir versəz son dövrlər geniş vüsət almışdı. Qərbə beyin axını, son zamanlar isə qısa 6 ay içində isə artıq ölkəyə geri dönmələr görürük. Ölkəyə geri dönmələr odur ki, onlar qərbin dəyərlərinə tam adaptasiya olanmırlar. Amma yenə də
növbəti gələn gənclərimiz yenə özünü Qərbdə görmək istəyir, orada yaşamaq istəyirlər. Bu təzadlar hardan ortaya çıxır? Çaşqınlıqdan. Yəni bizə pompalanan qloballaşma nəticəsində başqa ideyalar, fikirlərdir, amma real praktikada onun heç də elə olmadığı görülür. Mən belə düşünürəm ki, biz milli mənəvi dəyərlərimizi gənclərimizə nə qədər aşılasaq, onlar ölkə üçün daha faydalı olarlar və özləri üçün də daha faydalı olarlar. Çünki həyat məqsədi insanın kökü ilə bağlıdır. Yəni insan kökünə daha bağlıdır. Biz bunu qlobalda görürük, Pərviz müəllim. İnsanlar artıq ofisdə, hələ mağaza şəraitində və s. işlərini demirəm, ofisdə işlərini atıb və artıq məzmun hazırlayıb, sosial mediada məşhurlaşıb, bu yolla daha rahat uğura çatmaq istəyirlər. Bu yaxın bir neçə ildə bu sektoru, insan resurslarını xüsusilə necə təsir göstərəcək və insan resurslarının mütəxəssisləri indidən hansı effektiv addımları planlaşdırmalıdırlar ki, qarşıdakı dövrdə, gələcəkdə bu kimi sıxıntılarla üz-üzə qalmasınlar? Süni intellektin inkişafı ilə bağlı bir çox, belə deyim, vəzifələr artıq 10 il sonra, 15 il sonra ortadan qalxacaq. Bunlar hansı vəzifələrdir, peşələrdir? Bunlar rutinləşmiş, hər gün eyni təkrar olunan peşələrdir, vəzifələrdir ki, onların əsas vəzifələri bu əməliyyatları yerinə yetirməkdir. Bunlar daha çox uçot əməliyyatlardır. Bunlar daha çox mühasibatlıq ola bilər, insan resurslarında əmək haqqı hesablanması ola bilər, insan resurslarında insanların sənədləri ilə işləyən, işə qəbul prosesində sırf əməliyyatı yerinə yetirən vəzifə və peşələr ola bilər. Amma gələcəyə doğru gedişat göstərir ki, burada insan resurslarının strateji rolu daha da artacaq. Çünki süni intellekt ortaya çıxdıqca insana olan tələbat daha da artacaq, bunu görürük. Yadınızdadırsa, daha əvvəllər insanlar nəqliyyat vasitəsi kimi atı istifadə edirdi. Dəmir yol ilk nəqliyyat çıxanda insanların hamısı işsiz qalacaqlarını düşünürdülər. Əsasən də nalbəndlər, avtomobil çıxdı, biraz da qorxuya düşdülər. Amma nə oldu? İxtisas dəyişimi getdi. Artıq nalbəndlər, mehtərlər işlərini dəyişərək mexanik, çilingər və digər belə deyim, dəmir yol vasitəsini idarə edən maşinistlərə çevrildilər. Yəni işsiz qalmadılar. Süni intellektin gəlməsi də bəzi vəzifələr ortadan çıxardacaq, bəzi vəzifə və peşələrə diqqəti daha da artıracaq. Trenddə biz onu görürük ki, sosial bilimlərin önəmi gün-gündən daha da artır və insan resurslarda bildiyiniz kimi insanın bədəninin 2/3-dən çoxu sudur. İnsan sosial bir varlıqdır. O yalnız qorxu ilə, yalnız maddiyyatla idarə olunan deyil. Onu təqdir, təsdiq edərkən belə motivasiya olunan bir varlıqdır və mənəlandırmaqla, insanı öyrənməklə ona daha dəyərli hiss etdirmək olar. İndi əsas məsələ budur, qeyd elədiniz, insan sosial varlıqdır, amma son dövrlərin həm də bir trendi var, hibrid iş rejimi. Bir qədər bir-birindən ziddiyyət təşkil edir. Hibrid iş rejimi yoxsa ofisdə iş rejimi? Bu da strukturdan, belə deyim, funksiyadan asılıdır. Məsələn, IT kimi və yaxud hüquq məsələləri kimi biz predmetlərə baxanda istər məhkəmə işi olsun, istər məhkəmə duruşmaları olsun, burada illa da ofisdən işləməyə ehtiyac yoxdur və yaxud IT işlər olsun. Bunlar illa da ofisdən bu hibrid şəkildə də ola bilər. Amma sırf insanla əgər təmas varsa, insanla əgər birbaşa kommunikasiya varsa, biz pandemiya, post-pandemiyadan da gördük ki, bunun ancaq uzaqdan idarə etməsində effektiv azalır. Çünki biz bir-birimizdən söhbət edərkən həm də enerji alıb veririk. Bu isə uzaqdan mümkün olmur. Ona görə də insan resurslarının təlim inkişaf, istedadların idarəolunması, təşkilat inkişaf tərəfində mən daha çox canlı iş rejiminə üstünlük verərdim. Amma digər əməliyyat olsun və yaxud əmək haqqı hesablama ofisi olsun. Bunlar isə eləcə də hüquq olsun, eləcə də IT olsun. Bunlar hibrid iş rejimindən, hətta distant iş rejimindən də çalışa bilərlər deyə düşünürəm. Pərviz müəllim, bəzi məsələləri qeyd elədiniz. Sıradan çıxacaq peşələr və gələcəyin peşələri, belə deyək. İndi peşə seçməyə hazırlaşan, yolun başında olan gənclər var yəqin, bəlkə də bizi izləyənləri də var. Sıradan çıxacaq peşələr və gələcəyin peşələri hansılardır? Hansı peşələrə yönəlməyi daha məqsədə uyğun hesab eləyərdiniz? Gələcək gedişat bunu göstərir ki, gələcəyə doğru getdikcə data analitika elmi dərinləşməyə başlayır. Çünki süni intellekt qərar versə də data əsasında qərar verir. Süni intellekti data ilə təchiz etmək lazım ki, daha doğru qərarlar versin. Ona görə data analitika tabanlı, yəni bu fakültələr açılır. Bu tabanlı peşələr çox ehtiyac olacaq bu üzrə özlərini hazırlaşdırsınlar. Bir də sosial elmlər
Mən məsləhət görürəm ki, sosial elmlər artıq biz belə deyim, süni intellekt vasitəsilə gördük ki, məntiqi təfəkkürə çox da ehtiyac olmayacaq. Artıq nə riyaziyyat, nə kalkulyator, yəni nə riyazi hesablama, bunların hamısı süni intellekt bizim üçün edəcək. Şeir də yazacaq, ədəbiyyat da yazacaq, amma onda bir Tolstoy ruhu olmayacaq. Ona görə sosial elmlərin önəmi daha artacaq və data analitika önəmi daha artacaq. Yaxşı bir mesajdır ki, data analitikaya gənclər yönəlsələr yaxşıdır. Və gəncləri bugün bəlkə də ən çox belə də düşündürən məsələ budur. İş görüşlərinə gedirlər, müsahibələrdə iştirak edirlər, amma zaman-zaman uğursuzluqlarla nəticələnirlər. Burada gənclər əlbəttə ki, özlərini yox, işə qəbul mütəxəssislərini günahlandırırlar, amma eşidirik ki, işə qəbul mütəxəssisləri də çox zaman elə gəncləri günahlandırırlar ki, onlar hazırlıqsızdır və s. Yanaşma necə olmalıdır? Həm intervyuya hazırlaşan şəxs üçün, həm də işə qəbul mütəxəssisinin peşəkar yanaşması bu şəxslərə. Gənclər gedərkən mütləq araşdırmalıdır sahələri ilə bağlı yeni trendləri, gedəcəyi şirkəti və o stresi idarə etməlidirlər ki, işə qəbulda o stresi də başa çıxmağı öyrənsinlər ki, 4 il boyunca universitet zaten bizə öyrədir bunu. Ya, bu üçü olarsa, onlar müsahibələrdə uğurlu olacaqlarına əmin olsunlar. Bəs işə qəbul mütəxəssisi, çünki çox vaxt da deyirlər ki, işə qəbul mütəxəssisi düzgün suallar vermir, CV-yə sonadək baxmır və s. Belə narazılıqlar da olur. İnsanın ilkin görünüşünə görə qəbul edərlər, sonra alına görə yola salırlar. Əgər işə qəbul mütəxəssisindən bunu görürsə, o əgər araşdırıbsa, stresin idarə olunması bacarırsa və yaxud sosial biridirsə, mütləq bu həddə aşacaq. İşə qəbul mütəxəssislərinə gələn hər bir insan unikaldır. İnsan yalnız kağızdakı yazılan datalardan belə deyim, ibarət deyil. Çox vaxt datalar bizi aldada bilər. Çox vaxt biz CV-lərdə olduqca zəngin CV görürük, sonra görüşərkən görürük ki, o deyil. Ona görə də istər-istəməz CV-də yazılanlara arxayan olub işə qəbuldan keçəcəm, müsahibədən keçəcəm və yaxud işə qəbul mütəxəssisi CV-sinə baxsın, bu mütləq alacam deyirsə, müsahibəyə nə ehtiyac var? Ona görə də işə qəbul mütəxəssisi CV-də yazılanları oxuyur, amma özü ilə göstərir ki, o qədər də maraqlı deyil. Əsas canlı ünsiyyət vasitəsində ortaya çıxır. Bəs canlı ünsiyyətdə ilk neçə saniyə qaydası var ki, həmin vaxt ərzində artıq fikir formalaşır və qərar qəbul olunur? İnsan haqqında ilk bəzi mütəxəssis 60 saniyədir, bəziləri 90 saniyədir. 90 saniyədə insan ağzını açıb 5 cümlə deməklə bilinir ki, onun bilik səviyyəsi necə ola bilər. Amma bu da insan resursları mütəxəssisinin üzərinə yük düşür ki, doğru və güclü suallarla bu potensialı üzə çıxarsın. Yəni sadəcə salam-kəlamla yox, doğru və güclü suallar lazımdır ki, bu potensialı üzə çıxarda bilsin. Bir dənə doğru sual deyə bilərsiniz, məsələn, namizəddən soruşulan və potensialı üzə çıxarmaqda böyük rol oynayan. Həyat məqsədiniz nədir? Hansı cavabı gözləyirsiniz bu sualı verəndə? O düşünməlidir. Mən baxım ki, həyat məqsədi nədir? Düşünəcəkmi? Yoxsa sadəcə karyera məqsədini bildirəcək, maaş məqsədini bildirəcək, yoxsa maddiyyatı? Yox, adam düşünürsə, demək ki, elə canlıdır. Adi insanın əlindən əgər baş barmaq, üzük barmaqdan kiçikdirsə, demək ki, bunun bioloji cinsiyyətindən başqa beynində cinsiyyəti var. Baş barmaq, üzük barmaqdan kiçikdirsə, məndə böyükdür. Sizdə qadın beynidir. Aha, yəni... Amma yəni məndə kişi beynidir. Baxın, baş barmaq. Bu demək ki, insan elə ana bətnində olarkən, o suyun içində olarkən, orada testosteron səviyyəsi çoxdursa, onun beyni kişi beyni kimi formalaşır. Əgər oksitosin səviyyəsi çoxdursa, onun beyni qadın beyni kimi formalaşır. İnsan yaradılışdan iki qrupa bölünür. Ovçular, yığıcılar. Yığıcılar evdə qalıb, mağarada ocağı qoruyub, empatiyaları çox yüksək olub, daha çox toplamaqla, başa düşməklə, empatiya ilə özlərini belə deyim, biruzə veriblər. Ovçular isə ova çıxıb, uzun müddət gözləyiblər, ov gəlsin. Bir şeyə fokuslanıblar, bütün dünyanı unudublar. Fikir vermişsinizsə, insanın bioloji cinsiyyətindən başqa dedim, beynində cinsiyyəti var. Kişi beyinlər bir şeyə fokuslandı mı, bütün dünya durur. Yanında danışan belə olsa, onu hiss eləmir. Amma qadın beyinlər, uşaq söz deməsə belə hiss eləyir ki, uşaq nə istəyir, hansı dərdi var. Və yaxud sənlə danışarkən digəri yanında ona ironi ilə baxdı, söz atdı, arxada qeybətini, hamısı bütün kanallar açıqdır. Kişi beyinlər isə
tutaq ki, kişi beyinli biri filmə baxır, diqqəti filmdədir. Yanında gəlib nəsə danışsalar, nə dərdini də töysələr, duymayacaq. Çünki fokuslanıb bir yerə. Qadın beyinlilər heç vaxt ova gedə bilməz. O saatlarla İndi bəs işə gözləmə. qəbulda hansını seçirsiniz? Əlinə Kişi baxırıq. beyni yoxsa qadın Baxın, beyni? satışa götürürüksə, biz əsas üstünlük veririk kişi beyinlərə. Çünki burada cəsarət, risk və səbir tələb edir. İnsan resursları mütəxəssis götürürüksə, siz deyin qadın beynilə. Bu məntiqlə həm də marketinq, PR mütəxəssisisənsə qadın beyni ilə Qadın olan beyni, əməkdaş empatiya. götürəcəksiniz. Bəli. Çünki eyni anda multitasking olurlar, bir neçə iş görə bilirlər. Qadın beyinlərə baxın, həm uşağa baxır, həm yemək bişirir, həm ərin qulluğunda dayanır. Yəni eyni anda, amma kişi eyni şey edə bilməz. Mən demirəm ki, bütün kişilər kişi beyinlidir. Kişilərin də içində qadın beyinlər var. Bütün qadınlar da qadın beyinli deyil, onların da içində kişi beyinli var ki, onlar da istər-istəməz gəlib rəhbər ola bilirlər. Bu yanaşma işə qəbulda özünü neçə faiz doğruldur? Çox doğruludur. Belə deyib də, biz işə qəbul ilkin seçimlər olur. Yekun seçimlərdə hətta mən bir 15 il bundan qabaq bunu bir araşdırma eləmişdim. 6 ay ərzində götürdüklərimi not alırdım dənə-dənə. Və baxırdım ki, %95 uğurlu olur. Yəni bu qoyduğumuz təchiz, belə deyim, müayinə nəticəsində, ilkin əl müayinəsi nəticəsində gəldiyimiz rəy özünü doğruldurdu. Retail qadın əməkdaşları necə dəstəkləyir? Xüsusilə qadınların evdə də müəyyən öhdəliklərinin olduğunu nəzərə alsaq, müəyyən uşaqlara qayğısına qalmaq, ev işlərini görmək, yəni 6-da iş bitib qadın evə gedirsə, bir işdə evdə başlayır və saatlarla davam eləyir. Retaildə qadın necə dəstəklənir və ya necə dəstəklənməlidir ki, bu sıxıntıların, bu çətinliklərin altında əzilməsin? Qadın çox güclü varlıqdır. Qadın eyni anda həm uşağa baxa bilər, həm ərinə, həm də yemək bişirə bilər. Retail sektorunda bizim dəstəyimiz belə var ki, qadınlara, kişilərə nisbətən belə deyim, daha çox şans veririk ki, onlar vəzifədə yüksəlsinlər. İstər-istəməz gender bərabərliyi qorumaq üçün bizim mağaza müdirlərimizə baxsaz, məsələn, Araz marketlərdə böyük hissəsi qadın deməyim, amma çox hissəsi qadındır. O yavaş-yavaş artan tempdə gedir. Mağaza çalışanlarımızın qadın hissəsi də son 3 ildə əvvəl kişilər çox idi, indi qadınlar çox idi, qadınlar çoxalmağa başlayıb. Biz əməkdaşlarımıza bəzi imtiyazlar veririk, əsasən də övladları ilə bağlı imtiyazlar veririk ki, tutaq ki, övladları oxuyursa, onlara təqaüd veririk, yəni yüksək balla daxil olmuşlara. Biz qadınlarımıza şərait yaradırıq ki, övladları ilə bir yerdə müxtəlif layihələrimiz var. Günü gözəlləşdirən layihələrimiz, belə deyim, qaliblərə çoxsu qadınlardır. Nə qədər ki, mübariz əməkdaş kişilərdir, amma günün gözəlləşdirən layihəmizin belə qaliblərə qadınlar olur, onlara xüsusi imtiyazlar olur. Onlar daha çox vəzifə artımı alma şans əldə edirlər. Onların övladlarına bu kimi problemlər olmasın deyə əlavə imtiyazlar veririk. Yəni müxtəlif layihələrdə son 2 ildə bizim rol model layihəmiz var. Orada qalib olanların demək olar ki, 68% qadınlardır. Yəni demək ki, onlara daha çox diqqət var, Ümumiyyətlə daha çox şirkət var. əməkdaşlarının neçə faizi qadınlardır? Ümumiyyətlə şirkət əməkdaşlarının 3 il bundan qabaq əgər 46% idisə, bu gün 51%. Yarıdan çox artıq Artıq qadınlardır. 46%-dən son 3 ildə 5% artaraq böyük bir kütlə qadınlar. Bir neçə layihəni qeyd elədiniz. Kifayət qədər belə maraqlı layihələrdir bunlar. Xüsusilə övladı ali təhsil alan xanımları qeyd elədiniz ki, onlara təqaüd verilir övladlarına. Bu layihələrin keçirilməyində məqsəd nədir və mən xahiş eləyəcəm bu layihələr barədə bir qədər ətraflı məlumat verəsiniz. Mən əminəm ki, çoxlarının heç bu imtiyazlardan, bu belə dəstək tədbirlərindən xəbəri yoxdur. Biz işçilərə karyera söz veririk. Çünki aqressiv şəkildə böyürük və davamlı bizim rəhbər işçilərə, liderlərə ehtiyacımız olur. Ona görə də bütün satıcılarımızı, yəni bütün onların dinlənmə otaqlarına, hətta xəritəsindən tutmuş qoymuşuq ki, 6 aydan sonra haqq qazanırsan təhsil almağa, hətta onlara təhsil verəndə də birbaşa biznesin strateji rəhbərləri və idarə heyəti üzvləri tərəfindən akademiyanın tərkibində onlara təhsil verilir. Hətta diplomları yoxdursa, bildiyiniz kimi qadınların çoxsu mağazalarda işləyən təhsil imkanlarından məhrum olan xanımlar da ki, ilkin burada başlayırlar. Evdar xanımlar da ola bilər. Onlara bu təhsil imkanını verməklə biz söz veririk ki, sizin aldığınız diplom
bakalavr diplomu ilə eyni səviyyədədir bizim şirkətimizin içində. Bu o deməkdir ki, o diplomla onlar direktor səviyyəsinə kimi yüksələ bilər. Belə imkanı da açırıq. Və yəni üzr istəyirəm, bu diplomla istənilən vəzifədə işləyə bilərlər. Heç bir məhdudiyyət qoymur Araz onlar üçün. Orta təhsilli bir şəxsdir, gəlir, bu diplomu alır və artıq pillə-pillə irəliləyib rəhbər vəzifələrə yüksələ bilir. Bəli. Biz məsələn mən bundan bir müddət əvvəl müxtəlif şirkətlərdə işləndə orada bariz nümunəsini görürdüm ki, istər dövlət şirkəti olsun, istər korporativ olsun, istər özəl şirkət olsun. Mənim bir əngəl var idi ki, diplomun yoxdursa ofisə gələnməzsən, diplomun yoxdursa sən mühəndis olanmazsan. Biz amma Araz Akademiyanın tərkibində fəaliyyət göstərən, tutaq ki, Mağaza İdarəçilik Akademiyası fəaliyyəti ilə onlara verdiyimiz diplomla iddia edirik ki, və söz veririk ki, və göstəririk ki, o diplomdan onlar direktorluğa kimi yüksələ bilərlər və bu gün bizim departament müdirlərinin içərisində belə insanlar da var ki, onlar mağazada ən alt pillədən başlayıb, indi ən üstə kimi rahatlıqla dırmana biliblər. Bizim 23 yaşında mağaza müdirimiz var ki, yəni 3 il içində o rahatlıqla satıcı, baş satıcı, administrator, sonra mağaza müdirinə qalxa bilib. Bizim departament müdirimiz var ki, kassier başlayıb, mal qəbulunda başlayıb, hamısı pillə-pillə qalxa bilib. Amma bəziləri qalxa bilmirdi, önlərində bir hədd var idi. Əsasən də xanımlar idi ki, vaxtında diplom almayıblar, evdə xanımdılar. Biz bu imkanı belə deyim, yaratmaqla onları da təşviq edirik ki, onlar da artıq qalxa bilərlər. Digər layihələrimiz bizim mağazada bayaq səbir dedim. Səbri artırmaq üçün hansı layihələrimiz var? Cheers layihəmiz var. Cheers təşəkkür edirəm mənasında 3 kateqoriya üzrə günü gözəlləşdirən komanda oyuncusu, mübariz əməkdaş medallarımız var ki, bu həm imtiyazlı, həm də maddi bir dəstəkdir. Bu medalı, bu nişanı qazanmaq. Bundan başqa nümunəvi işçi layihəmiz var ki, mütəmadi olan mağazalarda nümunəvi işçili öz fəaliyyəti ilə, öz müştərinin feedbacki ilə, yəni bildirməsi ilə seçilen əməkdaşlardır ki, onlara da maddi və mənəvi imtiyazlar verilir. Maddi imtiyazlar hətta bahalı mobil telefon ola bilər, ailəsi ilə bir yerdə yemək kartı ola bilər, bunları təmin edirik. Başqa fil layihəmiz var, fəhlədə inkişaf layihəsi. Fəhlələrimizi götürürük, gündə 1 saat onları işdən ayırıb, mentorlar vasitəsilə inkişafa cəlb edirik. 6 aylıq proqramlarımız vardı. Onun nəticəsində ya sənəd öyrənirlər, ya da hər hansı bir ixtisas öyrənirlər. Mol layihəmiz var, marketdən ofisə layihəmiz. Div layihəmiz var, davamlı inkişafdasan varisim. Alim layihəmiz var, Araz Logika İnkişaf Mərkəzi. Fikir versəz, biz bütün bunları mənalandırmışıq. Çünki biz maddiyyat yox, mənaçı xalqıq. Biz mənalandıranda baxırıq ki, xalqımız və yaxud əməkdaşlarımız da xalqın nümayəndəsi, onlar daha çox sahib çıxırlar. Buna görə də mənalandıraraq insan özündə bağlılığı artırmaq istəyirik. Bundan başqa bizim Gələcəyə Qur layihəsi var ki, 10-cu 11-ci sinifin şagirdlərinə biz onların universitetə hazırlaşmaq üçün olan bütün xərclərini ödəyirik. Bu, istər cəmiyyətdə, istər də əməkdaşlarımızın övladlarına aiddir. Əsasən də üstünlük verir əməkdaşlarımızın övladlarına. Yəni, bizim satıcıda gəliri o düzeydə deyil, amma övladları təhsil almaq istəyir. Şirkət onlara belə imkan verir ki, onlar universitetə hazırlaşdığı müddətcə, 10-cu və 11-ci sinifdə onların bütün xərclərini, təhsil hazırlaşma xərclərini şirkət qarşılayır. Bundan başqa, bizim vətən uğrunda mübarizədə şəhid və belə qazi olan əməkdaşlara da böyük dəstəyimiz var. Biz, Allah rəhmət eləsin, şəhidlərimizi həmişə hörmətlə yad edirik və hələ də 5 il keçməsinə baxmayaraq 6-cı ilə doğru gedirik. Biz onların hər əmək haqqlarını, kartlarına belə deyim, köçürürük və hər il Qurban, Ramazan bayramında, bir də şəhidlərimizin il dönümündə olan ailələrini idarə heyəti üzvləri səviyyəsində ziyarət edirik. Valideynlərlə çalışırıq ki, vaxt keçirik həmən günlər və onlara dəstəyimizi nümayiş etdiririk. Bizim 289 qazimiz var ki, onlardan işləyə bilən də var, bilməyən də var. Onlara da tam istər psixoloji dəstək, işləməyənlərə əmək haqqlarının ödənməsi, işləyənlərə isə karyera yönündə dəstəyimiz davam edir. Onlara öncəlik verilir və onlar digərlərinə nisbətən daha qabağa salınır ki, karyera inkişafı əldə etsinlər, belə layihələrimiz də var. Bir də bir məlumatı, məsələn,
hal-hazırda 11 aylıq biz tələbələrimizə 150 min manatdan çox vəsait xərcləmişik ki, onlara təqaüd verməklə onların təhsilinə dəstək Bu olar. bütün əməkdaşların övladlarına aiddir. Bəli, istənilən əməkdaşımızın övladı müəyyən bir bal var, 500 baldan yuxarı və yaxud 600 baldan yuxarı bunun səviyyəsi də dəyişir və yaxud xaricdə təhsil alırsa. Xaricdə təhsil alırsa $200 veririk hər ay. Burada təhsil alırsa 200 manat. Dediyim ilkin bal kriteriyasını keçsə 150 manat hər ay aylıq təqaüd verilir. İl ərzində, yəni oxuduğu müddətcə 4 il oxuyursa bu təqaüdlə təmin olunur. Bu təqdim olunan imtiyazlar, mən deyərdim, dəyəri misilsizdir. Yəni şirkət tərəfindən əməkdaşın övladına bu cür dəstəyin göstərilməsi, onun təhsilinə, şəxsi inkişafına və s. Yəni misilsizdir bir əməkdaş, çünki işlədiyi şirkətin belə dəstəyini hiss etmək. Bəli. Pərviz müəllim, biz bir sıra məsələlərdən danışdıq. Çox Araz kimi korporativ bir şirkətdə sizin də 25 illik bu sahədə, belə deyək, insan resursları sahəsində təcrübəniz var. Əlbəttə ki, sizdən soruşa bilərik ancaq lider necə olmalıdır? Bir qədər istəyirəm biz bu barədə danışaq. Yaxşı lider, güclü lider, komandanı öz arxasınca apara biləcək lider hansı özəlliklərə sahib şəxsdir? Lider ən birinci güvən verən olmalıdır. Yəni güvən yoxdursa, orada nə qədər vizyon qurun, nə qədər orada strateji istiqamətlər müəyyən edin, heç bir işə yaramayacaq. İkinci lider fədakar olmalıdır. Üçüncü də sadiq olmalıdır. Yəni biz yalnız işçilərdən sadiqlik gözləməli deyilik. Lider işçisinə sadiq olmalıdır. Yəni lazımdırsa ona öyrətməlidir də, onu yetişdirməlidir də. Ona görə bizim Arazın liderlik modelinə baxsaq, vizyon yaradan, istedadları tapıb inkişaf etdirən, münasibətləri idarə edən və keviç olandır. Yəni vizyon yaradan işlərinə hara gedəcəyimizi, istiqamətimizi doğru göstərməlidir. Əgər istiqamət yoxdursa, oturmusunuz qayıqda nə qədər avar çəkirsiniz, çəkin. Bəlkə səhv istiqamətdə üzürsünüz. Ona görə doğru istiqaməti göstərən olmalıdır və istedadda üzə çıxaran olmalıdır. Və münasibətdə idarə etməlidir digər liderlərlə və yaxud digər rəhbərlərlə. Bunun münasibətlər pozularsa işlə əziyyət çəkəcək. Dördüncü də bizim sektora özəldir ki, keviç olmalıdır. Amma 3 dənə ana kompetensiya götürsək, səriştəlilik götürsək, lider güvənilən olmalıdır, fədakar olmalıdır və sadiq olmalıdır. Pərviz müəllim, 5 dənə sual verəcəm sizə. 5 sual seçmişik. Bu 5 suala sürətli cavab, hə, yox və yaxud da qısa bir cümlə ilə cavabınızı eşitmək istəyirəm. Ondan da mən sonlandıracağam bizim bugünkü podkastımızı. Sektorda ən çox eşitdiyiniz yanlış fikir? Sektorda ən çox yanlış fikir odur ki, retail bazarında, mağazalarda, istər də bizneslərdə dayday olmadan yüksəlmə olmur. Biz bu fikri dağıda bilmişik. Dağıda bilmişik. HR-ın ən çətin situasiyası? HR-ın ən çətin situasiyası tikilməyə gedəndə işini işdən çıxartmaq. Yəni belə deyim, əməkdaşı itirmək. Komandada ən vacib söz? Komanda narahat olma, mən buradayam. Lider tərəfindən? Bəli. Müsahibədə heç sevmədiyiniz davranış? Müsahib danışarkən telefondan oynamaq və yaxud diqqətin başqa yerdə olması. HR ancaq işə götürür, işdən çıxarır. HR işə götürür, yetişdirir, əldə saxlayır. Yalnız işdən çıxartmır. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Xoş söhbət oldu. Maraqlı məlumatları bölüşdünüz bizlə. Çox sağ olun. Belə bugünlük Araz Talks yekunlaşdı. Növbəti buraxılışlarda görüşəcəyik və retail sahəsindəki ən maraqlı mövzuları müzakirə edəcəyik. Sağ olun.